Salam uşaqlar, xoş gördük sizləri. Necəsiz? Ümid edirəm ki, yaxşısınız, hər şey qaydasındadır. Döyüşə də tam hazırsınız. Deməli uşaqlar, belə bir buraxılış sualı təqdim edirəm sizə, sahə ilə bağlıdır. Deməli belə bir üçbucaq verib, ABC üçbucağı gördüyünüz kimi. Buradan hər hansı BD bir xətti çəkib. Çəkilən BD xətti qarşı tərəfi 2-nin 5-ə nisbətində bölür. AD bölünsün DC. Bax, bura 2K-dır. Burada uşaqlar 5K-dır. 2-nin 5-ə nisbətində bölür. Bizə bu hissənin sahəsini verir. Bax, bu hissənin sahəsini verir. Nə qədər? 8. Buranın sahəsi 8 sm kvadrat olarsa, ümumi üçbucağın sahəsini istəyir. Bilənlər üçün çox asan sualdır. Amma bilməyənlər üçün bu qaydanı bilmədən imtahana getmək intihara bərabərdir. Olmaz. Çünki bu tip suallar düşür imtahanda. Deməli, qayda nədir? Üçbucağın hər hansı təpəsindən qarşı tərəfə çəkilən xətt, üçbucağın qarşı tərəfin, həmin təpədən çəkilən xətt qarşı tərəfin hansı hissələrə bölürsə, üçbucağın sahəsini də o hissələrə bölür. Yəni, əgər bu xətt qarşı tərəfi 2-nin 5-ə nisbətində bölübsə, sahəni də 2-nin 5-ə nisbətində bölüb. Yəni, 2K-ya düşən sahə 8-dir. Aydındır? Onda 5K-ya düşən sahəni də tapa bilərsən. Hətta üçbucağın ümumi sahəsini istəyirsə, 10K-ya düşən sahəni də rahatlıqla tapa bilərsən. Necə, ay müəllim? Gəl yazaq. Bax, yenə də deyirəm, 2K-ya düşən sahə nə qədərdir? 8-dir. Onda buradan K-mız nə olur? 4. Ümumi üçbucağın AC tərəfi, ümumi üçbucağın sahəsini soruşur axı bizdən. Ümumi üçbucağın AC tərəfi neçə K-dır? AC bərabərdir 7K. Onda K-nı da 4 tapdığımıza görə S üçbucaq ABC bərabər olacaq 7 vurulsun neçəyə? 4-ə. Bərabər olacaq 28-ə. Yəni, bu üçbucağın sahəsi olacaq 28 sm kvadrat. Belə. Aydındır. Əgər buranı soruşsaydı, onda 5-i vuracaqdım 4-ə. Yəni, bir paya düşən sahəni tapıram, sonra hansını istəyirsə tapıb üzə çıxardıram. Bax, belə. Məncə maraqlı sual idi. Bəs səncə rəydə yazarsan. Yaxşı. Kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartma. Sağ ol.